Salamlayıram sizi, əziz bacılarım, qardaşlarım. Xoş gördük hər birinizi, hər biriniz xoş gəlmisiniz. Adətən bizim arzumuz yerinə yetəndə nə edirik? Hansısa bir istəyimiz, həyatımızda icra olanda nə edirik? Bəli, bacımız deyir, sevinirik, başqası ilə onu bölüşürük, paylaşırıq və həqiqətən çox sevinirik ki, bu istəyimiz, bu niyyətimiz yerinə yetir. Və bugün mən Davud Peyğəmbərin 116-cı zəburundan vəz edəcəyəm. Davudun bir arzusu yerinə yetəndən sonra məhz bu zəburu yazır. Onun bir arzusu var idi, bəlkə də bir neçə arzusu var idi. O arzu yerinə yetəndən sonra məhz bu zəburu yazır. Ona görə mən bu fikirləri dedim. Və o öz minnətdarlığını, o öz sevincini, o öz təşəkkürünü Allaha bu zəbur vasitəsilə bildirir. Ümumiyyətlə, son vaxtlar Davudun zəburlarını oxuyuram və onun həyatını izləyirəm. Görürəm ki, Davud nə yaşayıb, nə hiss edib, hansı vəziyyətlərdə olub, hamısını qeyd edib. Hamısını yazıb, hamısı bugünə kimi, hamısı deməzdim, yəni bir çoxunu və bugünə kimi bizə gəlib çıxıb. Bu bizim üçün çox xeyirdir ki, biz bundan bir dərs alırıq, biz bundan nə isə öyrənirik və bugün onun haqqında biz danışırıq. Və hətta görürsən ki, Davudun zəburlarını oxuyanda görürsən ki, Davudun həyatında çətin günləri olub, Davudun həyatında sevincli günləri olub, Davudun həyatında sıxıntıları, ağrıları, dərdi, problemləri olubdur. Və bunların hamısını o dilə gətirib və öz kitabında, Zəbur kitabında qeyd edibdir. Və istəyərdim sizinlə bərabər 116-cı zəburu oxuyaq, 19 ayədir. Gəlin bir yerdə oxuyaq. Rəbbi sevirəm, çünki o yalvarışımı eşidir. Səsimə qulaq asdığı üçün nə qədər varam, onu çağıracağam. Ətrafıma ölüm bağları sarıldı. Ölülər diyarının sıxıntıları məni haqladı. Dərd bəlalar məni tapdı. O zaman Rəbbin adını çağırdım. Ya Rəbb, amandır, canımı qurtar. Rəbb lütfkar, ədalətlidir. Allahımız mərhəmətlidir. Rəbb avam adamı qoruyur. O məni düşkünlüyə düçar olanda qurtardı. Ey canım, rahat ol. Çünki Rəbb sənə cömərtlik etdi. Ya Rəbb, canımı ölümdən, gözlərimi göz yaşından, ayağımı büdrəməkdən qurtardın. İndi Rəbbin huzurunda gəzib dolaşıram. Dirilər arasındayam. Mən çox əzab çəkirəm deyərkən inamımı itirməmişdim. Mən təlaşa düşüb belə demişdim. Bütün insanlar yalancıdır. Mənə etdiyi cömərtliyə görə Rəbbin borcunu necə qaytara bilərəm? Qurtuluş piyaləsini qaldıracağam. Rəbbin ismini çağıracağam. Rəbbə onun bütün xalqı qarşısında əhd etdiyim təqdimləri verəcəyəm. Rəbbin gözündə hər bir möminin ölümü çox bahadır. Amma aman ya Rəbb, mən sənin qulunam. Qulunam, kənizinin oğluyam. Buxovlarımı açmısan. Sənə şükür qurbanları təqdim edəcəyəm. Rəbbin adını çağıracağam. Rəbbə onun bütün xalqı qarşısında əhd etdiyim təqdimləri verəcəyəm. Rəbbin evinin həyətində, ey Yerusəlim, sənin mərkəzində Rəbbə həmd edin. Amin. Amin. Əziz bacılarım, qardaşlarım, biz bu 116-cı zəbura baxanda görürük ki, Davud bu zəburunu belə başlayır. Rəbbi sevirəm. Adətən biz həmişə insanlara nə deyirik? Adətən biz həmişə nə eşidirik? Rəbb səni sevir. Rəbbin sənə olan sevgisi, Rəbbin sənə olan mərhəməti böyükdür. Rəbb səni öz oğlu kimi, öz qızı kimi sevir. Adətən biz bu sözləri həm deyirik, həm eşidirik. Amma bugün Davud Rəbbə deyir. Davud öz zəburunu belə başlayır. Ya Rəbb, mən səni sevirəm. Həqiqətən biz bilirik ki, Rəbb Allah bizi sevir. Onun bizə olan məhəbbəti çox böyükdür. Çox qüvvətlidir, çox güclüdür. Və təbii ki, hər bir sevən insan qarşılıq gözləyir. Hər bir sevən insan istəyir ki, o sevdiyi kimi onu da sevsinlər. Və Allah da belədir. Allah səni sevir. Allah bizi sevir. Hər kəsi sevir. Və istəyir ki, biz insanlar da onu sevək. Və Davud burada ona deyir ki, Ya Rəbb, mən səni sevirəm.
Və bir film var, köhnə filmdə olmuş hadisə əsasında çəkilibdir. Çarmıx və bıçaq. Əgər bu filmə baxmamısınızsa, məsləhət görərdim, o filmə baxın. Krest in noj deyilir rus dilində də, Azərbaycan dilində də tərcüməsi var. Və o filmdə pastor gedir bir şəhərə, bir yerə və orada bir mafiya qrupunu müjdələyir. Və mafiya qrupunun başçısı gəlir pastorun yanına, deyir, get bu şəhərdən. Yoxsa deyir, səni tikə-tikə doğrayaram və sənin tikələrini yayaram bura. Pastor qayıdır o insana, o mafiya başçısına deyir ki, deyirsən məni tikə-tikə doğrasan da, mənim hər bir tikəm səni sevəcək. Və bu söz o insana böyük təsir edir və o insan iman edir. Yəni, əziz bacılarım, qardaşlarım, Allah bizə bu məhəbbəti verib. Allah bizə bu sevgini verib. Və istəyir ki, biz bu sevgi ilə də həm Allahı sevək, həm də insanları sevək. Allahı sevmək, Allaha həyatını vermək deməkdir. Allahı sevmək sadəcə sözdən ibarət deyil. Allahı sevirəm demək, onunla yaşamaq deməkdir. Allaha ibadət etmək deməkdir. Allahın qayda qanunlarına, kəlam və ayələrinə riayət etmək deməkdir. Allahı sevirəm demək budur. Tək sözdən ibarət deyil. Sən onu əməllərində də göstərməlisən. Həmçində Allahı sevmək, bacı qardaşlarımızı, bir-birimizi sevmək deməkdir. Çünki müqəddəs kitabda biz oxuyuruq, görürük, deyir, əgər gördüyün bacı qardaşını sevmirsənsə, Allahı necə sevə bilərsən, görmədiyin Allah. Ona görə həyatımıza baxaq, görək biz Rəbbi sözdən mi sevirik? Sadəcə quru söz mü deyirik ki, ya Rəbb, mən səni sevirəm, yoxsa bunu həyatımızla, bunu əməllərimizlə, bunu ürəyimizlə, qəlbimizlə Rəbbə göstəririk, yoxsa yox. Və Davud ona görə deyir ki, Rəbbi sevirəm, arxasınca deyir ki, çünki o yalvarışımı eşidir. Səsimə qulaq asdığı üçün nə qədər varam, onu çağıracağam. Davud burada duasında əminliyini göstərir. Deyir, çünki o mənim duamı eşidir. Səsimə qulaq asır. Rəbb sənin də duanı eşidir. Rəbb sənin də səsinə qulaq asır. Və buna əmin ol. Davud buna əmin idi. O əminliklə bu sözləri yazır. Deyir ki, mən bilirəm ki, o mənim duamı eşidir. Mən bilirəm ki, o mənim səsimi dinləyir. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, əminlik bizə inam verir. Əgər sən hansısa bir fərqi yoxdur, işdə əminsənsə, o əminlik sənə güc verir o işi görməyə. O əminlik sənə dözüm verir qarşına çıxan çətinliklərdə dözməyə. O əminlik sənə səbir verir, əgər alınmasa, əgər sən istədiyin kimi olmasa, əminsənsə, sən səbirli olursan ki, düzələcək. Səbirli ol, dözümlü ol, güclü ol. Və bu əminlik duada da bizə inam verir. Davud öz duasında əmin idi. Davud öz duasında şübhəsiz idi. Bəzən iblis bizə şübhə göndərir. Çox vaxt Allah sənin duanı eşitmir. Allah səni dinləmir. Allah səni görmür. Artıq etmə dua. Amma yox, geri çəkilmə. Dayanma. Şübhə etmə. Davamlı olaraq, səbirli olaraq, dözümlü olaraq, inamlı olaraq duanda davam elə. Və bil ki, Allah sənin duanı eşidir. Və bil ki, Allah sənin sözlərini dinləyir. Bilirsiniz, bir insanın bu yaxınlarda bir fikrini eşitdim. Çox xoşum gəldi o fikirdən. Deyir ki, mən xidmət etməkdən çox dua etməyə üstünlük verirəm. Deyir, mən 20% xidmət edirəm. 80% isə dua edirəm. Yəni deyir 20% bir insanı, iki insanı müjdəliyirəm və 80% daha çox o insanlar üçün dua edirəm. Saatlarla, günlərlə o insanlar üçün dua edirəm ki, o xilas olsun, onun həyatı dəyişilsin, onun bu problemi həll olunsun. Həqiqətən dua çox güclü bir silahdır. Dua qüvvətli bir alətdir ki, biz dua vasitəsilə çox şeylər edə bilərik. Və Davud deyir ki, bu sözün arxasında Davud deyir, nə qədər varam onu çağıracağam.
Bəli, nə qədər yaşayıram, nə qədər sağam, nə qədər ki bu canımda can var, onu çağıracam, ona dua eləyəcəm, ruhdan düşməyəcəm, şübhə etməyəcəm. Davud bunu bugün bizə deyir və istəyir ki, Allah istəyir ki, biz də belə olaq. Nə qədər varıq, inamımızdan, ümidimizdən dönməyək, Rəbbi çağıraq və Rəblə yaşayaq. Və deyir ki, sonra davam edərək, ətrafıma ölüm bağları sarıldı. Ölülər diyarının sıxıntıları məni haqladı. Dərd bəlalar məni tapdı. Mən bu ayələri oxuyanda sual verdim. Axı niyə? Niyə Davudun başına bu şeylər gəldi? Niyə onu ölüm əhatəyə aldı? Niyə onu sıxıntılar haqladı? Niyə dərd bəlalar Davudu tapdı? Niyə? Və bizim həyatımızda da bəzən belə olur. Deyirsən, niyə bu şeylər mənim başıma gəlir? Niyə bu çətinliklərə mən düşürəm? Niyə bu problemlərlə mən yaşayıram? Niyə? Bunların səbəbi nədir? Və bir şey bilirəm. Mən həyatımda bunları yaşamışam və indi də yaşayıram. Bir şey bilirəm, bütün bunlar bizim güclü olmağımız üçündür. Bütün bunlar bizim qüvvətli olmağımız üçündür. Başımıza gələn problemlər, bəlalar, sıxıntılar, hətta ölüm təhlükəsi bizim güclü olmağımız üçündür. Allah bunlar vasitəsilə bizi gücləndirir. Allah bunlar vasitəsilə Davudu gücləndirirdi. Və ona görə Davud bunu öz məzmurunda qeyd edir ki, mən də bunları yaşamışam. Mən padşah olaraq, İsrailin padşahı, hökmdarı olaraq ətrafımı ölüm bağları sardı. Dərd bəla məni tapdı. Və bütün bunlar vasitəsilə Allah həm Davudu, həm bugün bizi gücləndirir. Hətta başqa bir zəburunda, 41-ci zəburunda Davud belə deyir. Deyirlər, bu ölümcül bəlaya düşüb. Yəni Davud haqqında insanlar deyir. Bu ölümcül bəlaya düşüb. Budur, yatır, daha qalxmaz. Hətta etibarlı saydığım ən yaxın dostum çörəyimi yeyən mənə xəyanət etdi. Fikir verin. İnsanlar nə deyirlər? Davud xəstələnib. Davud yatağa düşüb. İnsanlar deyirlər ki, sağalmaz. Heç yataqdan durmaz. Və ən dəhşətlisi bilirsiniz nədir? Dərd bəla bir tərəfdən, sıxıntı, kədər, qəm, qüssə bir tərəfdən və xəyanət də bir tərəfdən. Ən yaxın dostum belə mənə xəyanət etdi. Çörəyimi verdiyim, yedizdirdiyim, qayğısına qaldığım insan mənə xəyanət etdi. Dost xəyanəti çox ağırdır. Həqiqətən çox ağırdır. Bilirsiniz, həm dost xəyanəti ağırdır, həm də etibar etdiyin, güvəndiyin insanın xəyanəti ağırdır. Biri var ki, sənə yaxşı gündə xəyanət edələr. Sənin yaxşı günündə, sənin yaxşı vəziyyətində xəyanət. Biri də var ən pis vaxtında. Sən yıxılmısan, sən zəifləmisən. Sənin ağrın, dərdin var və bu tərəfdən də dost sənə xəyanət edir. Və bu tərəfdən də etibar etdiyin insan sənə xəyanət edir. Bu çox ağırdır. Bilirsiniz, bir gün Roma imperatorlarından birinə onun taxtına gizlincə bir kağız yazıb qoyurlar ki, indi sənin dostun sənə şərab gətirib verəcək, amma sən onu içmə. Çünki o şərab zəhərlidir və dostun sənə xəyanət edib, səni öldürmək istəyir. İmperator gəlir, oturur taxtında, o kağızı götürür, oxuyur və bu moment dostu gəlir əlində şərabla. Və süzür imperatora verir. İmperator şəraba baxır, dostuna baxır və şərabı içir axıra qədər. Və üstündən bir neçə saat keçir, imperator ölmür. Məlum olur ki, şərab zəhərli deyilmiş. Sadəcə bunu aldadıblar. Və insanlar soruşurlar ki, nə yaxşı içdin də, sən bilirdin ki, belə bir yazı yazılmışdı. Sən bilirdin ki, o şərab zəhərlidir. Niyə içdin? Deyir, mənim üçün ölməkdənsə ölmək yaxşıdır. Nəinki dost xəyanətini görmək. Mən ona görə içdim ki, ölüm. Amma ən sevdiyim, ən yaxın dostumun xəyanətini görməyim. Doğrudan dost xəyanəti çox ağırdır insan üçün. Çünki dost sənin dayağındır. Dost sənin sirdaşındır. Dost sənin ailəndir. Dost sənin təsəllindir. Bəli, dost xəyanəti dəhşətli olur. Ona görə əgər dost xəyanəti yaşamısansa,
Əgər etibar etdiyin insanın xəyanətini yaşamısansa, əgər çörək verdiyin insandan xəyanət görmüsənsə, sadəcə Rəbbi çağır. Çünki bütün bunları Davud da yaşayıb. Hətta Davudun bu məzmuru, bu ayəsi Yahudanın İsa Məsihi satmasına bir peyğəmbərlik idi. Amma Davud bunu yaşayaraq söylüyor. Sadəcə peyğəmbərlik etmir. Və o bunu yaşayıb. Bugün sən də bu ağrını, bu acını, əgər biz yaşamışıqsa, bəlkə də gələcəkdə yaşayacağıq. Sadəcə Rəbbi çağıraq və Rəbbi səsləyək. Sonra Davud nə deyir? Deyir, o zaman Rəbbin adını çağırdım. Nə zaman ki, bu dərddə, bəladaydı. Ya Rəbb, amandır, canımı qurtar. Rəbb lütfkardır, ədalətlidir. Allahımız mərhəmətlidir. Bəli, Rəbb belədir, o bizi qoruyur. O mərhəmətlidir. O bizim qayğımıza qalır. O bizə rəhm edir. O bizi bağışlayır. O bizi o vəziyyətlərdən çıxardır. Yalnız ümidimiz Rəbdir. Çünki o vəziyyətdə insan sənə kömək edə bilmir. O vəziyyətdə insan sənə yardım edə bilmir. Ancaq və ancaq Rəbb sənə yardım edir. Və sonra Davud birdən-birə belə bir fikir deyil. Yəni bu fikir, mən düşündüm ki, bu fikir, yəni bu zəbura, bu mövzuya uyğun deyil də, sadəcə bir cümlə deyir və deyir, Rəbb avam adamı qoruyur. Niyə burada bu fikri dedi? Niyə burada Davud bu sözü dedi? Bəli, biz imanlılar çox vaxt avam oluruq. Və bəzən insanlar, daha doğrusu çox vaxt insanlar bizi avam yerinə qoyurlar. Bizi aldadırlar, bizdən istifadə edirlər, bizi alçaldırlar. Amma biz yenə də davam edirik onlarla. Onlarla ünsiyyəti, onlarla münasibəti, onlarla işi, onlarla xidməti davam edirik. Və insanlar elə düşünürlər ki, biz bilmirik. İnsanlar elə düşünürlər ki, biz görmürük, biz bunu hiss etmirik. Amma bilmirlər ki, biz bunu görürük, hiss edirik. Amma sadəcə və yenə o insanlarla davam etməyi seçirik ki, qoy Rəbb etsin hər şeyi. Qoy Rəbb hər bir şeyi bir gün aşkara çıxartsın. Və o zaman biz onlarla münasibəti, ünsiyyəti, xidməti, işi, əlaqəni dayandıracağıq. Və Davud burada deyir ki, Rəbb avam insanı qoruyur. Bəli, Rəbb bizi qoruyur. Rəbb öz balalarını qoruyur. Bilirsiniz, Davudun həyatında bir dəfə belə bir hadisə olur. Saul Davudu təqib edir. Padşah Saul Davudu təqib edir ki, onu öldürsün. Və Davud evindən, eşiyindən uzaqlarda, səhrada, küçədə, qayalıqda qalır öz əskərləri ilə bərabər. Davud bir gün gəlir, Saulu yatılı tapır öz nizəsi ilə bərabər. Və heç kim bunu görmür, çünki hamı yatılı olur. Davudun əskəri deyir ki, bax, Rəbb düşmənini sənin əlinə verib. Qoy onu öldürüm. Davud deyir, eləmə, öldürmə. Bəlkə də əskər ona orada, bilirsiniz nə deyib, bu mənim fikirlərimdir. Bəlkə də əskər ona deyib, Davud, buna görə biz küçələrdə qalmışıq. Buna görə biz ilan qurbağaların yanında yatırıq. Buna görə mən hər axşam başımı daşa qoyuram. Mən ailəmdən uzaq düşmüşəm. Sənin, mənim rahatçılığım yoxdur bu insana görə. Bu insan sənə problem yaradır. Bu insan səni incidir. Bu insan sənin hər yerdə sıxıntı yaradır, sıxıntıya salır. Gəl bu insanı çıxardaq həyatından. Gəl bu insana bu dəqiqə son qoyun. Və bizə də deyirlər belə. Bizə də deyirlər ki, mənə dəfələrlə deyiblər, bu insanla əlaqəni kəs. Bu insan sənin ailəndə problem yaradır. Bu insan bizim aramıza söz-söhbət salır. Bu insan səni, məni, bizi narahat eləyir. Qurtar ondan, uzaqlaş ondan. Davud, gəl ona son qoyaq. Ailəmizə qaydaq, rahatçılığımıza qaydaq. 400 nəfər əskərlə küçələrdə, qayalarda qalmışıq. Davud deyir, yox eləmə. Dayan. Qoy Allah eləsin. Qoy sənin həyatında səni incidən, qoy səni problemə salan, dərdə salan o insanı sənin həyatından Allah götürsün. Eləmə. Və sən yenə də onunla işləməyə davam et. Və sən yenə də onunla xidmət etməyə davam et. Qoy biz avam yerinə qoysunlar. Bu söz biraz kobud çıxır.
Və qoy düşünsünlər ki, biz bilmirik, amma bir gün Davud dediyi kimi, Rəbb avam insanı qoruyur. Davud bilirsən nə dedi? Dedi, mən o insana əl qaldıra bilmərəm. Mən onu kəsib ata bilmərəm. Amma Allah bir gün edəcək bunu. Mən buna inanıram. Və o yerdən Davud getdi, Saulu öldürmədi. Və ona görə bizim həyatımızda da əgər belə insanlar varsa, hansı ki bizi aldadırlar. Görürük, bilirik. O günü bir söhbət edirik, deyirik, bu insan bizi aldadır. 100% əminik, bu insan bizi aldadır. Amma neyiniyək? Davam edək. Bizdən istifadə edir. 100% əminik ki, bizdən istifadə edir. Amma neyiniyək? Davam edək. Və həqiqətən bir gün gələcək, Rəbb hər şeyi aşkara çıxardacaq. Rəbb aşkara çıxartsa, hamıya bu bəlli olacaq. Və ona görə belə insanlar varsa narahat olma. Narahat olma. Allah bir gün indi səni qoruyur və bir gün hər şeyi aşkara çıxardacaq. Və Davud sonra davam edərək nə deyir? Deyir, o məni düşkünlüyə düçar olanda qurtardı. Ey canım, rahat ol. Çünki Rəbb sənə cömərtlik etdi. Ya Rəbb, canımı ölümdən, gözlərimi göz yaşından, ayağımı büdrəməkdən qurtardın. İndi Rəbbin huzurunda gəzib dolaşıram. Dirilər arasındayam. Düşkün olmaq, zəif olmaq deməkdir. Davud burada demək istəyir ki, bəli, mən pislik etməkdə zəifəm. Mən nifrət etməkdə zəifəm. Mən düşmənçilik etməkdə zəifəm. Mən bunu bacarmıram. Amma Rəbb məni qoruyur. Deyir, o məni düşkünlüyə düçar olanda qurtardı. Rəbb məni qurtarır. Rəbb mənim arxamdır. Bəli, bəzən biz bacarmırıq. Düşmənçilik eləməyi, kobudluq eləməyi, acı danışmağı. Bəzən bizim həyatımızda da olur, planlaşdırıq ki, gedib o insanla görüşəcəm, onunla oturub söhbət edib, ona bütün hər şeyi deyəcəm. Onunla acı danışacam, onunla kobud danışacam, onu tənbih edəcəm. Və gəlirsən o insanla oturub görüşəndə hər şey yaddan çıxır. Və sən o insanla normal, yaxşı danışırsan, qayıdırsan və qaydanda səndən soruşur, necə oldu, dedin o sözlər ona? Deyirsən, yox, deyə bilmədim. Üzüm gəlmədi. Və yaxud da bacarmadım mən bunu. Bəli, bax bu bizim düşkünlüyümüzdür. Bu bizim zəifliyimizdir. Hansı ki, o anda Rəbb səni qoruyur. O anda Rəbb sənin qayğına qalır. Və Davud da burada bunu demək istəyir ki, mən bunu edə bilmirəm. Görürəm, istəyirəm, amma edə bilmirəm. Və ona görə Davud sonra davam edərək nə deyir? Deyir, ey canım, rahat ol. Və sonra burada nə deyir? Deyir ki, Rəbbin huzurunda gəzib dolaşıram və dirilər arasındayam. Yəni sağam, yaşayıram, ölməmişəm. Ey canım, rahat ol. Bəli, həqiqətən bu gün biz sağıqsa, bu gün biz yaşayırıqsa, bu Rəbbin bizə olan mərhəmətidir. Bu Rəbbin bizə olan lütfüdür ki, biz sağıq. Nə qədər tanıdığımız insanlar bu gün dünyada yoxdular. Nə qədər qohumlarımız, yaxınlarımız, dostlarımız, tanışlarımız dünyada yoxdular. Amma biz bu gün dirilər arasındayıq. Buna görə şükür olsun. Və sonra Davud davam edərək deyir ki, mən çox əzab çəkirəm. Şükür verin. Mən çox əzab çəkirəm. Deyərkən inamımı itirməmişdim. Bəli. İnamımız itməsin, əziz bacılarım, qardaşlarım. Nə qədər əzab çəksəydi, nə qədər əziyyət çəksəydi, bilək, Rəbb bizi qoruyur, Rəbb bizim arxamızdadır, Rəbb bizimlədir. İnamımı itirmə. Bu çox yaxşı bir xüsusiyyətdir ki, nə olur olsun həyatında inamını itirmə. Bil ki, Allah səni heç vaxt tərk etməyəcək. Bil ki, Allah səni atmayacaq. Allah səni tənha qoymayacaq. İnamını itirmə. Və sonra deyir ki, mən təlaşa düşüb belə demişdim. Bütün insanlar yalancıdır. Hər şeyi etiraf eləyir Davud. Deyir, tələsərək, bilmədimi, deyir, təlaşa düşdüm, həyəcanlandım. Dedim, bütün insanlar yalancıdır. Yəni, həyəcanlandım, özümü itirdim. Davud etdiyi bir çox yox, bir neçə əməllərində
peşman olduğunu bizə müqəddəs kitab göstərir. Və bu hadisəni sizə danışacağım. Davud bir gün yenə Saul onu təqib edir və Davud Saulu bir qayanın içində tək tapır. Davud orada gizlənir və Saul da gəlib girir o qayanın içinə. Davud onun gizlincə paltarının ətəyini kəsir ki, sübut eləsin ki, mən səni görmüşdüm, öldürə bilərdim, amma öldürmədim. Və sonra müqəddəs kəlam deyir ki, Davudun ürəyi onu mühakimə etdi ki, sən niyə bunu etdin? Deyir, tələsərək etdim. İndi burada da deyir, tələsərək dedim ki, bütün insanlar yalancıdırlar. Yəni, heç kimə etibar eləmədim, dedim, hamı pisdir. Amma sonradan o gördü ki, yox, insanların hamısı yalancı deyil, hamısı etibarsız deyil. Yəni, o hətta öz zəifliyini etiraf etməkdən belə çəkinmir və müqəddəs kitaba, öz kitabında yazmaqdan belə çəkinmir. Və sonra deyir ki, mənə etdiyi cömərdliyə görə Rəbbin borcunu necə qaytara bilərəm? Qurtuluş piyaləsini qaldıracağam, Rəbbin ismini çağıracağam. Rəbbə onun bütün xalq qarşısında əhd etdiyim təqdimləri verəcəyəm. Rəbbin gözündə hər bir möminin ölümü çox bahalıdır. Bəli, Rəbbin övladının ölümü onun gözündə çox bahalıdır. Biz hamımız Rəbbin övladıyıq. Rəbb heç birimizin ölümünü istəmir. Çünki bizim ölümümüz onun gözündə çox bahalı, çox dəyərli, qiymətlidir. Ona görə narahat olma, əziz bacım, qardaşım. Və deyir, aman ya Rəbb, mən sənin qulunam, kənizinin oğluyam. Bu xovlarımı açmısan, sənə şükür qurbanları təqdim edəcəyəm. Rəbbin adını çağıracağam. Yəni, məni bağlayan bütün bu xovlardan, məni bütün ətrafımı bürüyən o ölüm kəmənlərindən, hər bir şeydən məni azad etmisən, məni xilas etmisən. Sənə deyir, əhd etdiyim təqdimləri gətirəcəyəm. Sənə verdiyim sözləri, hamısını icra edəcəyim həyatımda. Ona görə əziz bacım, qardaşım, narahat olma. Narahat olma, Rəbb bu günə kimi səni gətiribsə, Rəbb bu günə kimi səni yaşadıbsa, Rəbb bu günə kimi səni o problemlərdən, dərddən, çətinlikdən çıxardıbsa və sən bu gün sağsansa, bundan sonra dedəcək. Bəzən bizim eşitdiyimiz xəbərlər, bəzən bizim düşdüyümüz mühit, bəzən başımıza gələnlər bizə belə fikirlər gətirir ki, vəssalam, bu artıq sondur. Bundan keçə bilməyəcəksən, amma keçəcəksən, əgər Rəbblə olsun. Amma keçəcəksən, əgər İsa Məsihlə yaşasan, əgər Allahın sözlərinə, qayda qanunlarına riayət edib, Davud dediyi kimi, Rəbbi sevsən, bundan keçəcəksən. Amin. Qoy Rəbb bu işdə hər birinizə xeyir dua versin. Amin.